12 may Gəncədə məktəbli Elgün İbrahimovun meyidi tapılıb. Müxtəlif versiyalar var, amma hələ də tam nəticə yoxdur. 16 may İmişlidə məktəbli qızın cəsədi aşkarlandı. İntihar olduğu deyilir, amma bu da dəqiq bilinmir. Və 17 may Sabirabadda 16 yaşlı qız öldürülərək Kürd çayına atılıb. Bu üç hadisədən hələ ki yalnızca birinin tam səbəbi məlumdur. Rüşvətin şirinlik kimi qəbul edildiyi və təhsilin dəyərdən salındığı bu dövrdə belə hadisələr təəssüf ki adiləşib və artıq heç kimi təəccübləndirmir. Elgün hadisəsində isə media və xalq iki yerə bölünüb. Media intihar olduğunu deyir, amma ailəsi və insanların əksəriyyəti buna inanmır. Mən də burada sorğu keçirdim və 95% insan bu hadisənin örtüb bastır edildiyini düşünür. Və sizcə media niyə belə yazır? Bir səhifə Facebookda Elgün haqqında bu postu paylaşıb və insanların haqlı reaksiyasını görürsünüz. Sizcə məqsəd nədir? Bir də belə şeylər yazan insanlar var. Təbii ki, əgər onlara insan demək olarsa. Olan bu son hadisələr sübut edir ki, təhlükəsizlik və rifah məsələlərinə daha ciddi yanaşmalıyıq. Odur ki, nəinki Elgün üçün, heç bir hadisə üçün susmayaq. Bugün onlar, sabah biz. Bugünə qədər digər hadisələrə sustuğumuz üçün hələ də Elgün İbrahimovun qətlindən 9 gün keçməsinə baxmayaraq heç bir şübhəli saxlanılmayıb. Amma inanıram ki, hər şey tezliklə ortaya çıxacaq və ədalət yerini tapacaq. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın.